Yəni, sezon axırıdır. Hamımız elə deyək, elə bütün futbolçular başa düşürlər ki, yəni biz ya 5 ya 6-cı yer olacağıq, amma ona baxmayaraq, yəni biz hansı klubu təmsil elədiyimizi başa düşürük. Yəni bu məsuliyyəti dərk edirik. İlk öncə klubun qarşısında olan məsuliyyəti, öhdəliyi dərk edirik. Sonra da bir-birimizin qarşısında olan məsuliyyəti, öhdəliyi dərk elədiyimiz üçün sağ olsun uşaqların hamısı çıxdılar. Yəni tam 90 da demeyim 95 dəqiqə çalışdılar ki, nizam-intizamı qorusunlar və şükürlər olsun Allaha. Yəni qələbəli zaten. Bu iki kanalın arasında nə dərəcədə fərq var? Yox, belə yəni orada qlobal bir fərq fikirləşmirəm. Təbii ki, Neftçinin adı, Neftçinin tarixi ən yüksək, yəni ən yüksəklərdə olmağa layiqdir. Biz yəni ki, ya 5 ya 6 haqda fikirləşmirik. Sadəcə yəni burada formal bir xarakter daşıyan yerlərdə ona görə adı çəkilir. Növbəti turda Sabahla oynayacaqsınız. Belə deyək də qalib gəlsiniz, 5-ci yerə çıxırsınız. Və bu məqam belə deyək də ən azı bir kubokdakı məğlubiyyətin əvəzinə çıxmaq, cüzi də olsa. Ya biz zaten size bir şey söyleyeyim. Yani zaten Bekir yadınızdaydı. Turan Tovuz'la oyundan sonra pres konferansiyada Samir müəllim dedi. Yani biz bu əhəmiyyəti, yəni sağ olsunlar həm əcnəbi futbolçular, həm yerli futbolçular, yəni baxmayaraq ki, artıq ola bilər də çox insanlar üçün hardasa sezon bitib, yəni bu axırıncı oyunlar ola bilər ki, hansı bir komandalar üçün formal xarakter daşıyır. Ancaq ona baxmayaraq biz bu məsuliyyəti dərk edirik və biz ilk öncə Neftçinin adına layiq oyun göstərməyə çalışırıq hər bir oyuna. Baxmayaraq ki, nə qədər itkilərimiz olur, Salçoğuzdan oyunda da, yəni Tanrı mən qeyd elədiyi kimi də, yəni Salçoğuz orta oyuncusu, yəni sentrallə həm mərkəzi müdafiəçi rolunu oynadı. Yəni ona baxmayaraq biz bütün bu öhdəlikləri, bu məsuliyyəti dərk edib ona görə çıxıb 90 dəqiqəyə ondan da artıqına çalışırıq, nizam-intizamı qoruyub və yəni qələbə üçün çıxaq. Yəni bu fərq etmir hansı bizim üçün yəni hansı rəqibdir. Yəni biz çıxırıq öz maksimumuzu eləyirik. Emil, bu çempionatda belə deyək də Neftçi ikinci artıq çempionatda işlər yaxşı gelmirdi. Əsas klubu köklənmişdi. Amma gedişat göstərişmədən Araznaxçıvan, Turanlar xeyli müddət qələbə qazana bilmədilər. Düşünürsünüz ki, bəlkə də Neftçi səhvi orada elədi. Yəni belə deyək də Stavkanı çempionatı eləsəydi bəlkə də ola bilər qıraqdan elə görsənirdi ki, yəni ola bilər qıraqdan elə görsənirdi ki, biz daha çox fikri diqqəti yönəlmişik kubok oyunlarına. Ancaq elə deyildi. Sizi inandırım ki, yəni bir komandanın içində olan bir şəxs kimi, bir futbolçu kimi, komandanın üzvü kimi bizim üçün hər bir oyun fərq etməz. Yəni bu kubok oyunudur və yaxud bu çempionat oyunudur. Biz maksimum onun üçün çalışırdıq. Yəni hətta sizə deyim, o hardasa ola bilər, yəni ki, qıraqdan görsənən deyiləm, ola bilər qırılma anı Zirə ilə burada 2-1 birinci taymdan sonra döndü ki, yəni hardasa ola bilər qırılma anı oldu, amma yenə də yəni biz çox üzülmüşdük ki, yəni bu bizdə belə bir böyük şans var idi. Yəni o şansdan istifadə edilməli. Buna baxmayaraq da, yəni hər bir oyuna çempionat oyununu nəzərdə tuturam. Yəni maksimum fikirdən çıxırdıq ki, biz bu adını yəni ən layiqincə nədirsə elə təmsil edək. Gələn mövsüm karyeravu Neftçidə davam elətdirəcəksən, ümumiyyətlə müqavilə O yox, müqavilə qurtarmağına yəni qurtarır, ancaq belə deyim də bir peşəkar kimi bizim hamımızın borcudur, hər bir futbolçunun borcudur sonuna qədər müqaviləsin. Çünki biz buradan çörək qazanırıq, ailəmizə çörək aparırıq. Biz də onu halallıqca hər bir yəni məşqin hər bir saniyəsini deyim, oyunda hər bir saniyəsini və canla başla yerinə yetirək. Yəni belə deyim də, Lord dilində desək yola vermək olmasın. O da ki, indi hal-hazırda mən yəni gələcək barədə düşünmürəm. Hal-hazırda yəni lap bir həftə də olsa, 10 gün də olsa, əgər bu komandadayamsa, yəni sonuna qədər Neftçinin uğruna nə lazımdırsa onu eləyərəm. Yəni belə başa düşürük ki, hələ ki danışıqlar aparılır və yaxud belə deyək Neftçidə hələ Yox, təklif falan o, yəni necə deyim, o şey biraz belə məxfi bir şeydir, amma yəni olanı indi dedim.